Salam. Bugün sizinlə MHM-in üçbucaqlar mövzusuna aid olan 5 maraqlı sualının həllinə baxmaq istəyirəm. Diqqət etsək, bu bir üçbucağın daxilində düz xətt vasitəsilə başqa bir üçbucaq, kiçik üçbucağa əmələ gəlmişdir və bu iki üçbucağın bir daxili bucağının bərabərliyini üzərində qeyd edib. Mən bu bərabər olan bucaqlara alfa deyə bilərəm. Kiçik üçbucağın təpədəki bucağına beta desəm, bu beta bucağı həm kiçik üçbucağın, həm də böyük üçbucağın təpə bucağı olacaq. Kiçik üçbucağın iki daxili bucağı alfa ilə betadırsa, üçüncüyə qamma deyə bilərəm. Və böyük üçbucaqda da iki daxili bucaq alfa beta düşdüyü üçün üçüncüyə qamma qalacaq. Mən artıq bu iki üçbucaqların daxili bucaqlarının alfa, beta, qamma olduğunu gördüyüm üçün bu üçbucaqlara oxşar üçbucaqlar deyə bilərəm. Və bu sualı oxşarlıqla həll edə bilərəm. X ilə Y-in cəmini soruşur bizdən. İlk öncə mən X ilə Y-i tapmalıyam və toplamalıyam. Baxaq, belə bir şey eləyəcəm. Məsələn, kiçik üçbucaqda qammanın qarşısındakı 4-ün, böyük üçbucaqda qammanın qarşısındakı 6 plus X-a nisbəti bərabərdir. Kiçik üçbucaqdakı betanın qarşısındakı 5-in, böyük üçbucaqdakı betanın qarşısındakı 10-a nisbəti. Yəni, oxşarlıq əmsalına bərabərdir nisbətləri. Və buradan elə 5 ilə 10-u aparıram 5-ə, qalar 1-in 2-yə. Çarpaz vuracam. 6 plus X-i 1-ə vursam, olacaq 6 plus X bərabər 4-ü 2-yə vursam 8. X də olacaq 8 çıxılsın 6, yəni 2. Bunu tapdıq. Keçək bu dəfə də irqləri tapmağa. İndi baxacam. Kiçik üçbucaqda alfanın qarşısındakı 6-nın, böyük üçbucaqdakı alfanın qarşısındakı 4 plus Y-a nisbəti bərabərdir. Oxşarlıq əmsalı onsuz 2-də 1 idi, bir aldıq. 5-in 10-a, yəni 2-də 1. Və buradan çarpaz vursam, 4 plus Y-i 1-ə vursam, 4 plus Y bərabər 6 vurulsun 2, yəni 12. Y də bərabərdir. 12 çıxılsın 4, yəni 8. Və X plus Y, yəni 2 plus 8 olacaq 10. Yəni D variantı. Şəkildə AB perpendikulyardır BC-yə, BC perpendikulyardır CD-yə. AB məsafəsini bizə verib 6, BC məsafəsi 8, CD məsafəsi 9. Və A ilə D nöqtələri arasında qalan ən qısa məsafəni soruşur bizdən. Mən də bunu belə həll edəcəm. CD məsafəsini AB-nin davamında köçürəcəm sağa tərəf paralel. BC məsafəsində paralel olaraq bunun davamına aşağıdan köçürəcəm. Və artıq buradan, bura 90 dərəcə olduğu üçün uyğun bucaqların bərabərlik şərtini burada 90 dərəcə olacaq. Və A bucağı ilə, yəni A təpəsindən daha doğrusu, bu təpəni birləşdirəcəm. Alacam burada bir düzbucaqlı üçbucaq. CD məsafəsini paralel olaraq sağa köçürdüyüm üçün bu tərəfdə 9 olacaq. BC-ni paralel aşağı köçürdüyüm üçün və oturacaq, aşağıdakı da olacaq 8. Və artıq buradan bir düzbucaqlı üçbucaq aldım. AD məsafəsini tapmaq istəyirəmsə, bu hipotenuzu tapsam kifayətdir. Fikir versəniz, düzbucaqlı üçbucağın katitlərindən biri 6 ilə 9-un cəmi 15-dir, digəri 8-dir. Pifaqor teoreminə görə AD məsafəsinin ən qısa uzunluğu olacaq kök altında 15-in kvadratı plus 8-in kvadratı. Yəni 225 plus 64, yəni kök altında 289, onunla çıxacaq 17. Yəni cavab olacaq B variantı. Üçbucaq ABC-də AB 5-dir, həmçinin DC də buna bərabər 5-dir, BD 3-dür, AC 9-dur və AD-nin toplamı deyir. İxtiyari bir düz xəttdir, yəni bizə deməyib ki, bu mediandımı, təmbüləndimi və s. Mən də bunu Stuartla həll edəcəm. Stuartla həll etmək daha asandır. Yəni, X-in kvadratı bərabərdir, 5-in kvadratını çarpaz 5-ə vuracam. Üstə gəlinsin, 9-un kvadratı vurulsun 3. Bölünsün, 3 üstə gəl 5, çıxılsın, 3 vur 5. Və salam, bunu hesablayacaq, qutardı getdi. X-in kvadratı bərabərdir. 5-in kvadratı vur 5, yəni 25 vur 5, 125. Üstə gəlinsin, 9-un kvadratı vur 3, 81 vur 3, 243. Bölünsün, 3 plus 5, 8, çıxılsın, 15. Bunları toplasam, eləyəcək 368 bölünsün, 8, çıxılsın, 15. Yəni, X-in kvadratına bərabər. Bunu da bölsəm, eləyəcək 46 çıxılsın 15, yəni 31. X-in kvadratı 31-dirsə, X da kök altında 31-ə bərabərdir. Yəni, cavab olacaq C variantı. ABC oturacağı BC olan bərabər yanlı üçbucaqdır. Şəkildə verilənlərə əsasən bizdən ADC bucağını soruşur.
Bərabər yanlı üçbucaqdırsa, biz bilirik ki, bərabər yanlı üçbucağın təpədən çəkilmiş hündürlüyü, median və tənbələn üst-üstə düşür. Yəni, mən A təpəsindən hündürlüyü çəksəm, bu həm də median olacaq. Oturacaq BD 7, DC 23-dürsə, bunların cəmi BC bizə verəcək 7 plus 23, yəni 30. Təpədən hündürlüyü endirsəm, bu 30-u yarıya böləcək. Düşəcək hər birinə 15, 15. İndi bu məsafə də 15, bu məsafə də 15 olmalıdırsa əgər, mən 7-sini atdım BD-yə, 15-dən 7 çıxsam, bura 8 qalacaq. 23-dən də 8-i, 23-dən də toplayanda 7-ni 30 yarıya bölmüşdüm, 15 qalmışdı bura. İndi mən buradan Pifaqor teoreminə görə 17-nin kvadratından 15-in kvadratını çıxıb köşə salsam, düşəcək 8-in kvadratı, yəni 8 çıxacaq. Buradan da bu hündürlükdə 8 qaldı. Fikir versəniz, düzbucaqlı üçbucağın katetləri 8 və 8-dir. Bu bucaq artıq olacaq 45 dərəcə. Çünki bərabər yanlı düzbucaqlı üçbucaqdır. Bərabər yanlı düzbucaqlı üçbucağın iti bucaqları bərabərdir, yəni 45 dərəcədir. Olacaq cavab Y variantı. Şəkildəki ABC üçbucağında DY perpendikulyardır AB-yə, DF perpendikulyardır BC-yə. AB-ni bizə verib 8, BC-ni verib 9 və DY 5, DF 4-dür. Üçbucağın sahəsini istəyir. Bir dənə buradan B ilə D-ni birləşdirsəm, 2 dənə üçbucaq alacaq. Bu üçbucaqla bu üçbucağın sahəsini hesablayıb toplasam, elə mənə verəcək böyük ABC üçbucağın sahəsini. Və buradan elə bu üçbucağın sahəsini tapaq. Fikir versəniz, tərəf bəlli, çəkilən hündürlük bəlli. Üçbucağın sahəsi tərəf və ona çəkilmiş hündürlük aysının yarısıdır. Yəni, mən 8-i 5-ə vurub 2-yə bölsəm, onun sahəsini tapacam. O da olacaq 40 bölü 2, 20. Digərinə baxsam, yenə tərəf 9, ona çəkilən hündürlük 4. 9-u 4-ə vurub 2-yə bölsəm, eləyəcək 36 bölü 2, 18. Və ABC üçbucağın sahəsi də 20-nin 18-in cəmi eləyəcək 38. Yəni, B variantı.